Firon gör nə deyir? Deyir, inni, Allah bunu bizə çatdırır Quranda. İnni əxafu ən yubəddilə dinəkum. Deyir ki, mən qorxuram ki, bu Musa sizin dininizi dəyişər. Yəni, Firon bir dənə din forması təqdim eləmişdi xalqa. Və Həzrəti Musa aleyhissalam ki, Allahın peyğəmbəri idi. Allahın dininin risaləti, yəni onun boyundaydı. Yəni, dinin gətirən peyğəmbəri idi. Yəni, dinin sahibi o idi. Dinin həqiqi sahibinə, həqiqi dinə nə edirdi? Deyirdi ki, o sizin dininizi dəyişər. Din qeyrətidir. Bəli. Burada Firon özünü dindar göstərir və deyir ki, qorxuram bu sizin dininiz aradan gedər. Eyni bugünkü gündə Azərbaycanda görürük. Baxın, bunlar bu günləri müqaviməti nə cür təqdim edirlər cəmaata. Deyirlər, bunlar radikal, tünd, damğalardan vururlar, qorxuruq, dini aradan aparar. Halbuki Həzrəti Musanın dediyi din həqiqi dindir. Və bu müqavimətin dediyi din həqiqi dindir. Peyğəmbərin dediyi din bu dindir. Allahın dediyi din budur. Və ya deyir ki, əyyuzhirə fil ardil fəsad. Mən qorxuram ki, bu Musa yer üzündə fəsad törədə. Yəni, Allahın peyğəmbərinə, özü də o peyğəmbər ki, Allah tərəfindən gəlib yer üzündə islahat aparsın. Bəli, Ulləzm peyğəmbər yəni gəlib cəmiyyəti islah eləsin, düzəltsin. Firon ona fəsad törədən adı qoyur. İmam Musa-i Kazimə də Harun Rəşid eynən bu sözü deyir. Sən təxribatçısan, müsəlmanlar arasında ixtilaf.